dinləyicilər, dəyərli müəllimlər, əziz şagird yoldaşlar və məktəb ictimaiyyətinin bütün üzvləri. Hər birinizi sədaqət, təşəbbüskarlıq və yüksək insani dəyərlər ruhunda salamlayıram. Bugün Gələcəyin İşığı FM-in xüsusi efir buraxılışı ilə qarşınızdayım. Mən Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tam-orta Ümumi Təhsil Məktəbinin 7B sinif şagirdi, məktəb radiosunun aparıcısı Əliyev Nuray, böyük məmnuniyyətlə sizləri Beynəlxalq Könüllülər Gününə həsr olunan geniş və elmi əsaslarla zənginləşdirilmiş verilişimizdə salamlayıram. 5 dekabr dünya miqyasında könüllülük hərəkatının inkişafını, humanizm prinsiplərinin güclənməsini və cəmiyyətlərin sosial məsuliyyət şüurunun formalaşmasını təcəssüm etdirən önəmli bir tarixdir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunan bu gün, könüllü fəaliyyətin qlobal səviyyədə əhəmiyyətli vurğulayır, ictimai rifah naminə çalışan milyonlarla insanın əməyini yüksək qiymətləndirir. Könüllülük yalnız yardım göstərmək deyil, bu həm də sosial inkişafın fundamental dayaqlarından biri, müasir cəmiyyətin davamlı inkişaf modelinin ayrılmaz hissəsidir. Hörmətli dinləyicilər, könüllülük fenomeni insanın sosial varlıq olmasının ən bariz göstəricilərindən biridir. Sosioloji araşdırmalar sübut edir ki, könüllü fəaliyyətə cəlb olunan gənclər daha güclü liderlik bacarıqları formalaşdırır, qərarvermə proseslərində daha çevik olur, emosional intellektləri inkişaf edir, sosial empatiya səviyyələri yüksəlir. Bu sahədə aparılan beynəlxalq tədqiqatlar bildirib ki, könüllülük gənclərin təhsil uğurlarına, psixoloji sabitliyinə və peşəkar inkişafına müsbət təsir göstərir. Məhz bu səbəbdən də dünya ölkələri könüllülük institutunun genişləndirilməsi üçün müxtəlif proqramlar həyata keçirir, gənclərə daha böyük imkanlar yaradır. Qeyd edim ki, Azərbaycan Respublikasında da könüllülük hərəkatı son illər ərzində sürətlə inkişaf edir. Bu isə gənclər üçün geniş perspektivləri açır, onların ictimai fəallığının, vətəndaş məsuliyyətinin formalaşmasına xidmət edir. Əziz dinləyicilər, könüllülük həm də mənəvi zənginliyin göstəricisidir. Bir insanın heç bir məcburiyyət olmadan, yalnız yaxşılıq etmək niyyəti ilə başqasına yardım göstərməsi yüksək insani keyfiyyətdir. Bu keyfiyyəti özündə daşıyan hər bir şəxs cəmiyyətin inkişafında mühüm rol oynayır. Könüllü olmaq demək, zamanını, enerjisini, bilik və bacarıqlarını daha ali məqsədlər uğrunda sərf etmək deməkdir. Məhz buna görə də könüllülük yalnız yardım deyil, həm də insanın özünü kəşf etməsi, potensialını üzə çıxarması prosesidir. İndi isə gəlin diqqətimizi könüllülüyün elmi izahına yönəldək. Sosiologiya elminə görə könüllülük sosial kapitalın formalaşmasında əsas komponentlərdən biridir. Sosial kapital termini cəmiyyətdə qarşılıqlı etimad, əməkdaşlıq və əlaqələrin güclənməsi deməkdir. Bir sözlə könüllülük insanları bir araya gətirir, ictimai inteqrasiyanı möhkəmləndirir, yeni ünsiyyət əlaqələri yaradır. Psixologiya elmi isə bildirir ki, könüllülər daha yüksək özünə inam, sosial uyğunlaşma və emosional sabitlik nümayiş etdirirlər. Statistik göstəricilərə əsasən, könüllü fəaliyyətə qoşulan gənclərin 78% daha yüksək sosial adaptasiya göstərir. 64% isə psixoloji dayanıqlıq baxımından müsbət nəticələr əldə edir. Əziz dinləyicilər, bugünkü verilişimizin əsas məqsədi şagirdlərimizi, müəllimlərimizi, valideynləri və bütün dinləyicilərimizi könüllülük hərəkatının mahiyyəti ilə daha dərindən tanış etmək, bu sahənin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu diqqətinizi çatdırmaqdır. Biz Gələcəyin İşığı FM olaraq həm humanizm, xeyirxahlıq və sosial məsuliyyət mövzularına xüsusi yer ayırmışıq. Çünki bu dəyərlər gələcəyin inkişafına yön verən mühüm prinsiplərdir. Bugün eyni zamanda gənclərimizin bu sahədəki uğurlarını da qeyd etməliyik. Məktəbimizdə müxtəlif sosial layihələrdə iştirak edən şagirdlərimiz öz fəallıqları ilə seçilirlər. Onların könüllü fəaliyyəti həm məktəb mühitinin sağlamlaşdırılmasına, həm də ümumi sosial atmosferin yaxşılaşmasına mühüm töhfə verir. Bu cür təşəbbüslər hər birimiz üçün örnəkdir. Gənclərin maarifləndirici tədbirlərdə iştirakı, təbiətin mühafizəsi aksiyalarında fəal rolu, tədris prosesində bir-birinə dəstək göstərməsi, könüllülük anlayışının məktəb mühitimizdə artıq formalaşdığını təsdiqləyir. Hörmətli dinləyicilər, könüllülük həm də gələcək strategiyaların qurulmasında əvəzsiz vasitədir.
Müasir dövrün tələbləri göstərir ki, cəmiyyət yalnız savadlı deyil, eyni zamanda sosial məsuliyyətli fərdlərə ehtiyac duyur. Bugün dünyanın inkişaf etmiş ölkələrində könüllülük təhsil sisteminin mühüm komponentinə çevrilir. Gənclərin sosial layihələrdə iştirakına dəstək verilir, könüllülük məktəblərdə və universitetlərdə təşviq olunur. Bu isə həm sosial inkişafı, həm də vətəndaşlıq şuurunun formalaşmasını daha da gücləndirir. Əziz dinləyicilər, bugünkü verilişimizin sonuna yaxınlaşarkən bir daha qeyd etmək istəyirəm ki, könüllülük yalnız bir gündə məhdudlaşmır. Bu, həyatın bütün sahələrinə nüfuz edən geniş miqyaslı dəyərdir. Könüllü olmaq üçün xüsusi imkanlara sahib olmaq lazım deyil. Əsas olan niyyət, iradə və xeyirxahlıqdır. Kiçik bir addım belə böyük dəyişiklik yarada bilər. Hər birimiz cəmiyyətə, ətrafdakılara, məktəb mühitinə müsbət təsir göstərə bilərik. Bugün biz könüllülüyün mahiyyətini, əhəmiyyətini, sosial və psixoloji təsirlərini, elmi əsaslarını, tarixi inkişaf xəttini və ölkəmizdəki təzahür formalarını birgə araşdırdıq. Ümid edirəm ki, bu veriliş dinləyicilərimiz üçün həm maarifləndirici, həm ruhlandırıcı, həm də yeni təşəbbüslərə yol açan bir mənbəyə çevriləcək. Sonda bütün könüllülərə dərin təşəkkürümü bildirirəm. Onların əməyinin sayəsində daha ədalətli, daha dayanıqlı və daha həmrəy bir cəmiyyət formalaşır. Ümid edirəm ki, hər biriniz bu dəyərləri gündəlik həyatınızda tətbiq edəcək, gələcəyin qurulmasına töhfə verəcəksiniz. Beləliklə, hörmətli dinləyicilər, Gələcəyin İşığı FM-in bugünkü xüsusi buraxılışı burada yekunlaşır. Mən Əliyeva Nuray sizləri humanizm, xeyirxahlıq və sosial məsuliyyət ruhunda bir daha salamlayır və növbəti efir görüşündə yenidən bir arada olmağı arzulayıram. Dinlədiyiniz üçün təşəkkür edirəm.